Hello everyone, hər vaxtınız xeyir olsun. İndiyəcəsək Azərbaycan müəlliminə ingiliscə salam verir. Neyse, dərsə başlayaq. Deməli, bugünkü mövzumuz sizinlə sintaktik əlaqələrdir və maraqlı mövzudur. Gəlin birbaşa izahımıza keçək. Sintaktik əlaqə ümumiyyətlə nə deməkdir? Sintaktik əlaqə dediyimiz şey sözlər arasında olan əlaqələrdir. Məsələn, tutaq ki, mən bir cümlədə 1, 2, 3, 4 dənə sözüm var cümləmdə. Bu sözlərdən ola bilsin ki, bu sözlə bu söz arasında bir əlaqə var. Məsələn, mən bugün evə getdim. Ola bilsin ki, mənlə getdim arasında əlaqə var. Ola bilsin ki, onsuz da var mənlə getdim arasında əlaqə. Bu əlaqə sintaktik əlaqə hesab olunur. Sadəcə biz sintaktik əlaqələrdə bu əlaqənin növünü müəyyənləşdirməliyik ki, bu sözlər arasında hansı formada bir əlaqə var. O, insanlar arasında əlaqələr olur, dostluq əlaqələri olur, ailə əlaqələri olur, iş əlaqələri olur. Bizə də lazımdır ki, cümləmizdəki bu sözlər arasında əlaqənin hansı növü işlənir. Gəlin birbaşa keçək izaha. Baxın, ümumiyyətlə sintaktik əlaqələr iki yerə bölünür. Bir tabesizlik əlaqələrimiz var. Bir də tabellik əlaqələrimiz var. Yəni, sən sintaktik əlaqə deyəndə sadəcə buna yaxud da sadəcə buna baxmamalısan. Gəlin tabesizliyi izah eləyək. Deməli, tabesizlik əlaqəsi nələr arasında işlənir? Yadda saxlayaq. Əsasən, eyni suala cavab verən sözlər arasında, yəni bir sözlər həmcis üzvlər arasında. Bu arada həmcis üzvlərin videosu var, izləyib orada baxa bilərsiniz. Bir də tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir. Yəni, bir mürəkkəb cümlə tabesizdir. Bu cümlənin o cümlə arasında da olan əlaqəmiz tabesizlik əlaqəsi hesab olunacaq. Deməli, aslı və əsas tərəfi olunur. Yəni, onlardan biri aslı, digəri əsası olunur. Və eyni suala cavab verilir, bunu yadda saxlayaq. Aralarında isə ya vergül, yəni intonasiya, ya da tabesizlik bağlayıcıları, məsələn, və ilə filan işlənə bilər. Gəlin, indi izahdan sonra birbaşa nümunələr üzərinə sizi izah edeyim. Məsələn, cümləmizə fikir verək. Dağlar və dərələr yaşıl rəngə bürünmüşdür. Cümləmizdir bu bizim. Bu cümlənin içində həmcis üzvlər və eyni suala cavab verən sözlərimiz hansılardır? Təbii ki, dağlar, bir də dərələr sözləridir. Çünki hara dağlar, başqa hara dərələr. Deməli, bu cümləmdə tabesi əlaqəsi olan sözlərin bunlar olduğu üçün deyəcəm, tabesilik əlaqəsi burada var. Xətlənməni də belə edirik. Ümumiyyətlə, belə bir xət çəkirsən, iki başlı bir xətt olur. Həm o tərəfi, həm bu tərəfi göstərməklə deyir ki, bunlarda aslı və əsas tərəf yoxdur. Yəni, tabesizliyin işarəsi bax, belə olur sözlər arasında. Sonra, mən çox danışır və gülürdüm. Yadda saxlayaq, sənin bir cümləndə 2 və 2-dən çox xəbərin varsa, nəyə fikir verməlisən? Əgər bu xəbərlərimin ikisi də bir mübtədadan asılıdırsa, o xəbərlər arasında da tabesizlik əlaqəsi var. Məsələn, danışırdı kim, mən, gülürdüm kim, mən. Deməli, danışırdım da, gülürdüm. Həm eyni suala cavab verirlər, həm həmcis üzvdülər, həm də bir mübtədadan asılıdırlar. Deməli, bunlar arasında da tabesizlik əlaqəsi var. Çukurun işarəsini oxşur bu arada. Deməli, tabesizlik əlaqəsi bildikdə sözlər arasında necə olur? Yəni, eyni suala cavab verən söz gördünsə, meydan açıldı. Götür tabesizlik əlaqəsi canını qutarsın. Sonra, mən kitabı, qələmi çantadan çıxartdım. Təbii ki, burada kitabı, bir də qələmi sözü tabesizlik əlaqəsindədir. Bəs haçan tabesiz mürəkkəb cümlənin tərəfləri arasında olur? Gəlin cümləyə baxaq. O oxuyur, mən isə yazırdım. Bu tabesiz mürəkkəb cümlədir. Niyə? Çünki, düzdür, 2 dənə xəbərim var, oxuyur, bir də yazırdım cümləsidir. Bu xəbərlər ayrı-ayrı mübtədaları izah edir. Məsələn, oxuyur kim, o, yazırdım kim, mən. Belə olan hallarda, görsəz ki, belə hallar var. Birinci, yəni tabeli mürəkkəb cümlənin də burada bağlayıcı vasitələri yoxdursa, tabesiz mürəkkəb cümlədir. O zaman deyəcəksən ki, belə cümlələrdə bu cümlə ilə bu cümlə arasında, yəni söz arasında yox artıq, cümlələr arasında tabesizlik əlaqəsi var. Cümlələr arasında olur avtomatik olaraq. Yəni, bir qayda olaraq yadda saxlayacaqsın. Tabesizlik əlaqəsi iki yerdə işlənir. Ya eyni suala cavab verən sözlər arasında, yəni həmcis də ola bilər, ya da ki, tabesiz mürəkkəb cümlənin tərəfləri arasında. Bu tabesiz aid nümunədir, yuxarıdakı nümunələr də həmcis üzvlərə, yəni ya da eyni suala cavab verən sözlərə aid nümunələrdir. Yəni, tabesizlik bu qədər. Gəlin tabelilik əlaqəsinə baxaq. Tabesizlikdə adı üstündə birinci tərəf digər tərəfə tabi olmurdu. Ona görə çukurun işarəsini qoyurduq. Amma tabelilik əlaqəsi elə deyil. Tabelilik əlaqəsində iki söz arasında əlaqə varsa, biri digərinə tabi olur. Bu səbəbdən də tabi olan tərəf aslı tərəf olur, tabi edən tərəf isə əsas tərəf olur. Məsələn, ona görə də tabelilik əlaqələrimiz növünə görə də 3 yerə bölünür. Uzlaşma əlaqəsi, idarə əlaqəsi, yanaşma əlaqəsi.
Bunlar təbii ki, proqramdan çıxarılıb, sadəcə uzlaşmanı yaxşı öyrənməliyik. Çünki bu düşə bilər. İdarə yanaşma çıxarılıb. Amma yenə də sən uzlaşmanı daha yaxşı bilmək üçün idarə yanaşmanı bilməlisən. Gəlin elə bir izah edeyim sizlərə. Baxın. Birinci uzlaşma əlaqəsindən başlayaq. Demək görə uzlaşma əlaqəsi nələr arasında işlənir? Baxın, mən bura 2 dənə yazmışam. 1. Sənin cümləndə mübtəda ilə xəbərin arasında uzlaşma əlaqəsi var. Və uzlaşma əlaqəsində birinci tərəf əsas tərəfdir, ikinci tərəf asılı tərəfdir. Yəni birinci tərəf əsas, ikinci aslı götürəcəksən. Oxu da belə çəkəcəksən. Aslıdan əsasa doğru oxun ucu əsası göstərməlidir. Sonra daha nələr arasında işlənir? İkinci və üçüncü növ təyinli söz birləşmələri arasında. Göstəriciləri də mənsubiyyət və xəbəri şəkilçiləridir. Gəlin cümlələr üzərində mən sizə daha ətraflı izah edeyim. Məsələn, mən dərs oxudum cümləsində biz demişik ki, mübtəda və xəbər arasında işlənir də. Xəbər hansıdır? Oxudum. Mübtəda hansıdır? Mən. O zaman nə edirsən? Bu prosesi icra edirsən. Oxuduğundan mənə doğru bir ox çəkirsən. Birinci tərəf əsas tərəfdir, ikinci tərəf aslı tərəfdir. Aslıdan əsası ox çəkirəm, oxun ucunu əsasda göstərirəm və yazıram bura uzlaşma. Mənim artıq uzlaşma əlaqəmi göstərməyim bu formada olacaq. Və sən hansı cümlədə bir mübtəda və xəbər görürsənsə, rahatlıqla belə bir sxemdən uzlaşma əlaqəsi orada tapacaqsın. Yəni sənin bir uzlaşman orada var. Daha sonra göstərici nə deməkdir? Məsələn, yazmışıq əsas göstəriciləri, mənsubiyyə şəkilçisi ilə xəbəri şəkilçiləri. Bax, göstərici əsasən aslı tərəfdə olur. Oxuduğumda göstəricimiz oxu sözün kökü, dul zaman şəkilçisi, şəxs sonluğu. Bu şəxs şəkilçisidir, tamam mı? Aslı tərəfdə olur. Bu göstərir ki, burada uzlaşma əlaqəsi var və bu şəkilçinin vasitəsilə uzlaşıb bu sözlə. Ona görə göstəricimiz buradakı şəxs şəkilçisidir. Bir də demişdik ki, sizə ikinci və üçüncü növ təyinli söz birləşmələri arasında olur, elə deyilmi? Gəlin nümunələrə fikir verək. Mənim qələmim üçüncü növ təyinli söz birləşməsidir, məktəb həyatı da ikinci növ təyinli söz birləşməsidir. Söz birləşmələri izahımız var, orada baxıb mövzunu tamamlaya bilərsiniz. Yenə də eyni sxemdir. Birinci tərəf əsas, ikinci tərəf aslı tərəfdir. Əsas tərəf, aslı tərəf. Aslıdan əsasa bir xətt çəkirik. Yazırıq uzlaşma, aslıdan əsasa bir xətt çəkib yazırıq uzlaşma. Sən istənilən bir cümlənin içində ikinci növ və üçüncü növü görsən belə sözlər, rahatlıqla o növün öz daxilində belə bir əlaqəni qurmalısan. Yəni burada bir dənə uzlaşma burada var. Vəssalam. Uzlaşma əlaqəsi yalnız dediyimiz məqamlarda olur. Başqa sözlər arasında uzlaşma əlaqəsi görə bilməzsiniz. Yəni sən ikinci növü, üçüncü növü əzbərlə, get xəbər mübtədanın yerini müəyyənləşdir, uzlaşmağı tapacaqsan. Bunu tapdın, daha dünyalar sənin ümumiyyətlə əlaqələrdə çox da ciddi çətinliyiniz olmayacaq. İndi isə gələk idarə əlaqəsinə. Mənim üçün idarə əlaqəsi ən rahat əlaqədir. Niyə? Göstəriciləri hal şəkilçisidir. Belə deyək də sizə. Bir cümlədə harda hal şəkilçisi bir sözə qoşulubsa aralarında idarə əlaqəsi var. Məsələn, gəlin cümlələrə fikir verək. Məsələn, mən dərsimdən razıyam. Gəlin uzlaşmanı da tapaq, idarəni də tapaq burada. Xəbərimiz hansıdır? Razıyam. Kim? Mən. Mübtəda xəbər arasında bayaq dedik hansı əlaqə olur? Uzlaşma. Əsas tərəf bu tərəf idi. Əsas tərəfə oxu çəkdim, uzlaşma yazdım. İdarə əlaqəsi necə olur? İdarə əlaqəsində, baxın, dərsimdən razıyam deyə bilirəm, elə deyilmi? Bəli. İndi mən dedim, göstəricilər nədir? Hal şəkilçiləri. Dərsimdən sözündə dandan çıxışlı qalın şəkilçisi varmı? Var. Vəssalam. Bu dərsimdən hal şəkilçili söz hansı sözə qoşulub izah edir? Razıyam sözünə. Deməli, bunun arasındakı əlaqə idarə əlaqəsidir. İdarə əlaqəsində də yadda saxlayaq ki, birinci tərəf asılı, ikinci tərəf əsasdır. Yanaşmanın tam tərsidir. Uzlaşmanın tam tərsidir, üzr istəyirəm. Yanaşmada da həmçinin birinci tərəf aslı, iki əsaslı. Bircə uzlaşma əlaqəsində bir əsas, iki aslıdır. Yerdə qalan iki əlaqəmizdə birinci tərəfə aslı, ikinci tərəfə əsas olacaq. Bunu yadda saxlayaq. İndi burada birinci tərəfimiz budur, ikinci tərəfimiz də budur. Birinci tərəf aslı idi, bura yazırıq aslı tərəf, ikinci tərəf əsas idi, bura yazırıq əsas tərəf. İndi yazırıq idarə əlaqəsi. Oxun ucunu necə qoyacaq? Demişdik ki, oxun ucu aslıdan əsasa tərəf qoyulur və əsası göstərir. O zaman aslı budur, əsasa tərəf qoyduq, əsası göstərdik, oldu sənin üçün bu idarə əlaqəsi. Yəni çox rahatdır. Dediyim kimi, uzlaşmada bir əsas, iki aslıdırsa, idarə və yanaşmada birinci tərəf aslı, ikinci tərəf əsasdır. Və sən harada hal şəkilçili söz görsən, o hansı sözə qoşulsa aralarında idarə əlaqəsi vardır. Məsələn, bugün evə gedəcək cümləsindən fikir verək. Baxın bura. Evə sözündə hal şəkilçim var.
İndi o zaman hansı sözlə birləşib gedəcəyi? Gedəcəyi sözünə xətt çəkirsən, birinci tərəf aslıdır, əsas tərəfi göstərməlidir. Qoyursan işarəsini, yazırsan idarə. Bu belədir, sizə daha rahat bir yolunu deyim mən. Hansı cümlədə idarə əlaqəsi tapmaq istəyirsənsə, o cümlədə hal şəkillərinin sayını say, o qədər də idarə əlaqən var. Burada bir məsələ də var. Qeyri-müəyyənlik və qeyri-müəyyən təsiri halda daxildir ora. Yəni ola bilsin ki, məktəb həyətini götürək. Baxaq görə belə bir cümlə yazmışam mı burada? Məsələn, bura baxaq. Uşaq su istəyir cümləsinə fikir verin. Burada uşaq su istəyir cümləsində su qeyri-müəyyən təsiri haldadır. Çünki mən suyu istəyir deyib şəkilçini bərpa edə bilərəm burada. Amma şəkilçi gizlədilibsə, indi mən bu sunu hansı əlaqədə götürəcəm? Qeyri-müəyyən təsiri halda, qeyri-müəyyənlik halda idarə əlaqəsini götürülür. Yenə bir xətt çəkirəm, əsas tərəfi göstərirəm, idarə yazıram. Çünki burada hal şəkilçisi var, amma gizlədilib. Yəni qeyri-müəyyən təsiri halda suyu istəyir deyə bilirəm. Ona görə də bu da idarə əlaqəsi götürüləcək, yadda saxlayın. Bu da belə. Deməli, gələk biz yanaşma əlaqəsinə. Baxın, əziz dostlar, yanaşma əlaqəsi əsasən ən əsas iki məqamda özünü göstərir. Bir, zərfliklə xəbər arasında, yəni tərcih hərəkət zərfliyi, zaman zərfliyi, kəmiyyət zərfliyi, amma yer zərfliyi istisnadır, çünki yer zərfliyin hal şəkilçiləri olur, idarə əlaqəsi götürülür yer zərfliyi. Amma yerdə qalan zərfliklərlə xəbər arasında, bir də təyinlə asılı olduğu söz arasında, yəni birinci növ təyin söz birləşmələri arasında işlənir. Məsələn, cümlələrə fikir verək. Yaxşı adam. Yaxşı sözü necə sualına cavab verir? Ona görə də avtomatik olaraq orada yanaşma əlaqəsi var. Qorxub çəkilmək. Qorxub, necə çəkilmək, qorxub, necə sualına cavab verir? Yenə də yanaşma əlaqəsi var. Sonra məsələn baxaq. Oğlum danışanda, bax fe'li bağlama tərkiblərin tərkiblərin aralarında yanaşma əlaqəsi götürürsən, tərkibdəki sözlərlə öz aralarında, əgər hal şəkilçisi yoxdursa. Sonra o axşam gəldi cümləsi, axşam nə zaman? Zaman zərfliyidir, aralarında yanaşma əlaqəsi var. Yanaşma əlaqəsi birinci tərəf aslı, ikinci tərəf əsas tərəfdir. Sən belə eləyəcəksən. Aslıdan əsasa, ikinci tərəf əsasıdır axı. Xətt qoyursan, yanaşma yazırsan və salam, məsələn bitir. Ya da belə də izah edə bilərik biz bunu sizə. Harada idarə və uzlaşma yoxdursa, yəni hal şəkilçisi yoxdursa, mübtəda xəbər deyilsə, yerdə qalan məqamları biz yanaşma əlaqəsi götürəcəyik. Hamısı testdə yanaşma əlaqəsi çox sizi incitməyəcək. Bir də yanaşma əlaqəsinin göstəriciləri olmur. Çünki xüsusi şəkilçisi yoxdur. Mən deyim ki, bu şəkilçini görəndə yanaşma götürəcəksən. İdarənin var, hal şəkilçiləri. Harada gördüm, idarədir. Uzlaşmada var. Məsələn, mənsubiyə şəkilçiləri ilə xəbəri şəkilçisi. Amma yanaşmanın xüsusi bir şəkilçisi yoxdur. Sadəcə bir təyinlə aid olduğu söz arasında, yer zərfliyi istəyirsən, digər zərfliklərlə aid olduğu məsələn xəbər arasında bir tərkiblərin tərəfləri arasında, yəni tərkibin asılı olduğu sözlər arasında götürəcəksən. İndi gəlin cümlələr burada var, cümlələrlə işləyək. Məsələn, gəlin cümlələrdə əlaqələri müəyyənləşdirək. Hamı onu evə çağırdı cümləsinə fikir verək. Baxın, gəlin birinci görə mübtəda xəbər varmı? Çağırdı kim? Hamı. Bəli, mübtəda xəbərim var burada. Deməli, nə edirəm? Uzlaşma götürəcəm. Mübtəda xəbərdə uzlaşma olur. Uzlaşmada birinci tərəf əsasdır deyə əsasa ox qoydum. Deməli, bu oldu uzlaşma əlaqəm. Sonra onu çağırdı, əlaqə var da. Belə bir xətt çəkirəm. Onun da hal şəkilçisi var, idarə götürəcəm hal şəkilçisi olanda. O və əsas tərəf, ikinci tərəf olur. Belə bir xətt çəkdim, idarə yazıram. Evə çağırdı, əlaqə var. Evədə də hal şəkilçisi var, belə qoyub idarə yazıram. Yəni, harada hal şəkilçisi varsa, onsuz idarə götürürsən. İndi burada məsələ nədir? Burada hansı sözlər arasında yaxşı əlaqə yoxdur? Baxaq. Hamı ilə onu arasında. Mən hamı onu deyib deyana bilmərəm. Çünki ona görə də hamı ilə onu arasında əlaqə qoymayacam. Hamı evə arasında əlaqə yoxdur. Onu evə arasında əlaqə yoxdur. Ona görə də burada əlaqələrim hansılar oldu? Hamı çağırdı, onu çağırdı, evə çağırdı. 3 dənə əlaqəm var. Adları da belə oldu. Əsas vasitə tərəfləri də bildik. Məsələn, uzlaşmada bu əsas oldu, bu aslı oldu. İdarədə bu əsas, bu aslı oldu. Bu idarədə də bu aslı, bu əsas oldu. Və bizə bəzən belə suallar da düşə bilər. Deyəcək ki, məsələn, burada hansı söz həm aslı, həm əsas tərəfdir? Görürəm ki, çağırdı sözü uzlaşma əlaqəsinə görə aslı tərəfdir, amma idarə əlaqəsinə görə əsas tərəfdir. Ona görə çağırdı sözünü götürəcəm. Əsasən, bir cümlədə mübtəda və digər cümlə üzvlərinə yanaşı xəbər də varsa, o xəbər həm əsas, həm aslı tərəf götürüləcək rahatlığına. Bunu da yadda saxlayaq. Deməli, növbəti cümləmizə keçib təhlil edək.
Bizim kitabımızı pis günlərə saxlayırlar. Baxın. Deməli, saxlayırlar kim? Onlar. Amma cümlədə onlar yoxdur. Deməli, mübtədam yoxdur. Mübtədam yoxdursa, mən burada mübtəda xəbər arası uzlaşma əlaqəsi götürə bilməyəcəm. Onda problem yoxdur. Deməli, gəlin onda digər sözlərə baxaq. Məsələn, bizim kitabımız 3-cü növ təyinli söz birləşməsidir, elə deyilmi? Biz demişdik, 3-cü növ təyinli söz birləşməsi arasında uzlaşma var idi. Sən belə bir uzlaşma əlaqəsinin xəttini çəkdin, qoydun. Uzlaşmada birinci tərəf əsas, ikinci tərəf aslıdır və oxun ucu da əsası göstərməlidir. Bu oldu uzlaşma. Hə, bir məsələ də var, bu qaydanı yadda saxlayaq. 2 və 3-cü növdə təyinli söz birləşmələrində, 2 və 3-cü növdə, yəni 2 və 3-cü növdə həm uzlaşma olur, həm də idarə olur. Niyə idarə olur? Çünki axı bizim sözündəki im-yəli kalon şəkilsi, yəni bir hal şəkilsi var da burada. Ona görə orada idarə də götürürük biz həmişə. Bu səbəbdən də bir dənə də xətt çəkirik, idarə yazırıq. İdarədə isə birinci aslı, ikinci tərəf əsas tərəf olduğu üçün oxun ucunu belə qoyacağıq bu səfər. Yəni burada mən 3-cü növümün öz arasına 2 əlaqə götürdüm və qayda olaraq da həmişə harda 2 və 3-cü növ görsən 2 əlaqəm var orada. Uzlaşma ilə idarə əlaqəsi, yəni hazır yerini saxlayır. Deməli, bizim kitabımız həll oldu. İndi gəlin yerdə qalan sözlərimizi xəbərlə əlaqələndirək. Bizim kitabımızı saxlayırlar sözündə əlaqə var. Kitabımızda da təsiri hal şəkilsi olduğu üçün idarə əlaqəsidir. İdarə əlaqəsində də əsas tərəf ikinci tərəf olur. Sonra günlərə saxlayırlar əlaqə var. Günlərə hal şəkilsi var, yönlü kalon şəkilsi. Yenə idarə əlaqəsi olur. Pis günlərə sözündə əlaqə var. Və burada heç bir nə hal şəkilsi var, nə də mübtəda xəbərdir. Həm də birinci növ təyinli söz birləşməsi olduğu üçün yanaşmadır. Yanaşma götürürsən, yanaşma da ikinci tərəf əsas tərəf olur, oxun ucunda belə qoyacam. Belə bu formada əlaqələrini sayaq indi. Söz birləşməsi 2 əlaqə, 1, 2, 3-cü əlaqəm, 4-cü əlaqəm, 5-ci əlaqəm. Mənim bu cümləmdə 5 dənə əlaqəm var. Əgər sən cümlələrdə əlaqələri belə formalaşdıra bilirsənsə, sən artıq bu mövzunu tam mənimsəmirsən, aslı və əsas tərəflərin yerini bilirsənsə, tam mənimsəmirsən. Bu mövzunu anlamağınız üçün sizə bir dənə tövsiyəm budur ki, mövzunu əzbərləyəsiniz. Yəni, uzlaşma, idarə, yanaşmanın göstəriciləri nələrdir, nələr arasında olur. İkinci, üçüncü təyinli söz birləşmələrini gedin yaxşıca əzbərləyin ki, siz artıq cümlə görəndə professional şəkildə cümləyə yanaşa biləsiniz. Hə, yox, əzbərləməsəz, elə o bir dənə söz yayılmış, papativ formada yanaşsaz, təbii ki, sizin işiniz çox çətin olacaq. Videonu bəyənməyi yaddan çıxarmayın, suallarınız olsa, WhatsApp nömrəmiz var, qeyd olunub, oradan verərsiniz, rəylərə yazarsınız. Sağ olun, hələlik.